Xırdalan şəhərinin ən möhtəşəm bir binasından 96 kvadrat metrdən ibarət elə bir mənzil təqdim edirəm ki sizlərə. Yəni bu mənzilin genişliyini siz heç bir yerdə əldə edə bilməzsiniz. Yəni çox geniş mənzildir də, tam olaraq qanuni 2 otaq, kupçalı, Xırdalan şəhərinin Masazır dairəsi girişindən Kristal AA yaşayış kompleksində. Yəni bu kompleksdə hər dəqiqə mənzil çıxmır satışa. Mənzilin əsas giriş qapısı. Giriş qapıdan daxil olduq. Baxın, burada hətta təmirin özəl olduğunu bildirən belə bir şit var. Gördüyümüz kimi elektron şit. Daxil olduq mənzildə. Solda qardirob. Mənzil təmir olunub. Təmirdən sonra yaşayış olmayıb mənzildə. 96 kvadrat metrdən ibarətdir. Əla təmirlidir. Bina tam yaşayışlı, 2 ədəd sürətli lifti var. Bütün kommunallar fasiləsiz olaraq verilir. 15 mərtəbədən ibarətdir, dəyərli izləyicilər. Diqqətlə qulaq asın. Mənzil yerləşir 14-cü mərtəbədə. 15-ci mərtəbə texniki mərtəbədir. Yəni 15-ci mərtəbədə yaşayış yoxdur. Onu demək istəyirəm ki, mənzil 14-cü mərtəbədə yerləşir, tavan betondur. Otaqlar çox genişdir. Yataq otağıdır dəyərli izləyicilər, gördüyümüz kimi. Belə bir gözəl, geniş ölçüdə. Xırdalan şəhərində Masazır dairəsi girişindən daxil olan kimi sağ tərəfdə binanın altında böyük set marketlər, yaxınlığında 11 saylı orta məktəb, yəni ideal bir ərazidir. Mənzilimizin qonaq otağı təxminən 30-35 kvadrat metrdən ibarətdir. Baxın genişliyə. Gördüyümüz hər bir şey də mənzildə qalır. Yəni kondisionerinə qədər, TV-sinə qədər yeni təmirdən çıxmış, hər biri yeni əşyalardır. Mənzildə yaşayış olmayıb. İlk mənzili alan yaşayacaq. Kupçalı 96 kvadrat metrdən ibarət. Belə bir gözəl, ideal proyektli, qanuni 2 otaqdan ibarət mənzil təqdim etdim sizlərə, dəyərli izləyicilər. İndi isə keçirik mənzilimizin bir daha mətbəxinə və mətbəxdən eyvana keçid edib, eyvanla sizi tanış edəcəm, dəyərli izləyicilər. Yerləşir mənzilimizin eyvanı, dəyərli izləyicilər. Binanın yerləşmə yeri Xırdalan şəhərinin tam mərkəzi, Abşeron İcra Hakimiyyətinin yaxınlığı, yəni bütün dövlət əhəmiyyətli obyektlər, 1 saylı orta məktəbin yaxınlığı, 11 saylı orta məktəbin yaxınlığı. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Kombisinə qədər hər biri quraşdırılıb.